ümumi tarixdən Almaniya reformasiyası dərsimizi izah edirik. Deyək ki, Almaniya krallığı nə vaxt yaranmış olacaq? 843-cü ildə yaranmış krallıqlardan da biri Almaniya idi. Almaniya qısa müddətdə, hansı ki 9-11-ci əsrdə birləşsə də, daha sonra isə Almaniyada uzun müddət dağınıqlıq dövrü olacaqdır. Müqəddəs Roma və Müqəddəs Roma İmperiyası yaranacaqdır. Burada 962-ci ildə Otto olmaqla və Müqəddəs Roma İmperiyası uzun müddət Almaniyada müəyyən əraziləri idarə edəcəkdir, Habsburqlar sülaləsi vasitəsilə. Deyirik ki, əvvəl Müqəddəs Roma İmperiyasının yaranmasını Papa bu imperiyanı yaratmışdı, yəni imperiyanın yaranmasına şərait yaratmışdı 962-ci ildə 1-ci Ottoya. Amma daha sonra isə Müqəddəs Roma və Papa arasında münasibətlər pisləşir. İtaliya uğrunda hakim olma uğrunda mübarizə gedəcəkdir və bu mübarizədə Müqəddəs Roma İmperiyası məğlub olacaqdır. Uzun müddət Almaniyada dağınıqlıq dövrü olacaqdır. Almaniyada hansı ki Alman dövlətləri, Müqəddəs Roma Alman knyazlıqlarına parçalanacaqdır. Müqəddəs Roma isə formal olaraq müəyyən bir ərazini idarə edəcəkdir. Deyərik ki, bu hadisə 12-ci əsrdə olacaqdır. Müqəddəs Roma və Papa arasında münasibətlər, müharibə. Ümumiyyətlə, Papa ilə 3 dənə Papa mübarizəsi var. Bir Müqəddəs Roma ilə, daha sonra və yaxud Almaniya deyə bilərik və İngiltərə ilə, bir də Fransa ilə. Bunların sırasından baxaq. Əgər 12-ci əsrdirsə, deyək ki, Papa və Müqəddəs Roma İmperiyası arasında müharibə oldu. Burada deyək ki, Papa qalib gəlmişdi. Papa qalib gəldi, Müqəddəs Romada müəyyən knyazlıqlara parçalandı. 13-cü əsrdə İngiltərə ilə Papa arasında yenə müharibə olacaqdır. Burada yenə Papa qalib gələcəkdir. İngiltərə kralı özünü Papanın vassalı elan edəcəkdir. 14-cü əsrdə Gözəl Filip ilə Papa arasında müharibə olsa da, burada Papa məğlub olacaqdır və Papanın nüfuzu sarsılacaqdır. Biz deyək ki, bu dövrdə Almaniyada reformasiya başladı. Ümumiyyətlə, Papaya qarşı birinci səhv yürüyüşündən sonraki Papa, hansı ki, orada indulgensiya qəbzləri, cənnət qəbzləri alırdı, din adı altında əhalidən çoxlu pullar, çoxlu vergilər alırdı. Buna qarşı Avropada dini hərəkatın nümayəndələrinin sayı yavaş-yavaş artacaqdır və bu müəyyən dövrdən sonra artıq əhali Papaya qarşı qəti şəkildə mübarizəyə başlayacaqdır. Bu Almaniyada başlayacaqdır. Almaniyada bu dövrdə başlamasının səbəblərindən biri oldu ki, Almaniya bu dövrdə dağınıq idi, vahid şəkildə idarə olunmurdu. Və ona deyək ki, reformasiya sözünün mənası nədir? Yeniləmək, düzəltmək və yaxud da düzəliş etmək deməkdir. Bunlar Avropada xristian dinini yenidən düzəltmək istəyirlər. Hansı ki, xristian dininin əhaliyə uyğun olmayan, əhaliyə qarşı soyğunçuluq edən maddələrini buradan uzaqlaşdırmaq istəyirlər, yəni çıxarmaq istəyirlər. Deyək ki, Almaniyada reformasiya hərəkatının başlamasının 4 dənə səbəb var. Siyasi səbəblər, sosial səbəblər, iqtisadi və dini səbəblər. Biz siyasi səbəblərdən desək ki, siyasi səbəblər nə idi? Almaniyada vahid dövlət yox idi. Güclü kral hakimiyyəti və yaxud da imperator hakimiyyəti yox idi. Almaniya knyazlıqları, hersoqluqlara, varlı ailələr tərəfindən idarə olundu və bunun üçün də başlamaq üçün də siyasi səbəb kimi bu oldu. Və həmçinin bu dövrdə deyil ki, Almaniyanı idarə edən Habsburqlar sülaləsi və Habsburqlar sülaləsində Papanın dövrdə ittifaqda idi. Amma bu dövrdə hansı ki, Almaniya dedi ki, siyasi cəhətdən bizdən testdən düşsə ki, nə idi əsas başlamasının siyasi cəhətlər? Deyirik ki, vahid kral hakimiyyəti yox idi, güclü idarə etmə yox idi və Almaniya hersoqluqlara və knyazlara bölünmüşdü. Daha sonra dini səbəb nə idi? Siyasi cəhətdən Almaniyada boşluq var idi, Papa da bundan dini cəhətdən istifadə edirdi. Burada cənnət qəbzi alverini daha çoxaltmışdı, digər din adı altında əhalidən çoxlu vergilər alırdı və bu xüsusda cənnət qəbzləri məsələsidir. Hətta orada maraqlı bir məqam var. Deyək ki, Martin Luther gedir, hansısa bir Papanın nümayəndəsindən deyir ki, mənə cəhənnəm qəbzi verin. Yox, cənnət qəbzi alır və nədir? Cənnət qəbzini aldıqdan sonra deyir ki, mən duracam cənnətin qapısının ağzında, hamını ora buraxacam. Yəni, gedib almağıza ehtiyac yoxdur. Təbii ki, bu bir maraqlı bir hadisədir, amma ümumiyyətlə deyir ki, cənnət qəbzi alverinin genişlənməsi, Papanın müxtəlif din adı altında, məsələn, xristian uşaqların suya batırılması var da, xaç suyuna, onların artırılması, daha sonra və bu amillərin hamısı Papaya qarşı nifrətini deyir ki, artırırdı artıq Almaniyada. Daha sonra sosial səbəbləri nə idi? Əgər biz 16-cı əsrdə Almaniyaya baxsaq, deyək ki, əhalinin böyük hissəsi kəndlərdə yaşayırdı və kəndlərdə yaşayan əhali almanlıqlarını qoruyub saxlamaq başarmışlar. Papa bu dövrdə
İtaliyada olduğu üçün Latın dilini, Latın mədəniyyətini yaymaq istəyirdi. Amma Alman kəndlisinə sən Latın dilini, Latın mədəniyyətini yaymağın 1 ilə, 5 ilə, 10 ilə olacaq bir proses deyil. Çünki o kəndlidə yaşayan kəndli təhsili yoxdur. Təhsilsiz adam oxuyub yaza bilmir. O nə dildə danışacaqdır? Alman dilində. Məsələn, bizim 19-cu əsrə baxanda, Azərbaycan Rusiyanın tərkibinə daxil olanda kəndlilərimiz hansı dildə danışırlar? Azərbaycan dilində. Əgər bacarırlarsa, hansı dildə yazıb oxuyacaqlar? Azərbaycan dilində. Daha o bacaranlar deyilir. Kimlərsə hansı ki, ən azından yazıb oxumağı bacarmayanlar belə Azərbaycan dilində danışırlar. Almaniyada vəziyyət belə idi. Amma Papa deyir ki, bu dövrdə sosial cəhətdən onları, Alman kəndlilərini, Almanları latınlaşdırmaq istəyirdi. Bunun üçün o hətta deyir ki, məktəblər yaradırdı. Məktəblərdə və məktəblərdə, digər qurumlarda isə Latın, Alman dilində danışmağa qadağan etmişdi. Latın mədəniyyətini yaymaq istədi. Həmin məktəblərdə təhsil alan gənclərdən də biri, şagirdlərdən də biri Martin Luther olacaq. Daha sonra hərəkata başçılıq edəcəkdir. İqtisadi səbəblər nə idi? Almaniya bu dövrdə, ümumiyyətlə biz demişdik ki, dövlətdə siyasi cəhətdən zəifdirsə, onun iqtisadiyyatına da təsir göstərəcəkdir. Dövlət bu dövrdə iqtisadi cəhətdən gerilənmişdi artıq, yəni vahid iqtisadiyyat yox idi. Çünki parçalanmış vəziyyətdə idi. Hər bir knyazın öz pulu var idi, öz ticarət vahidi var idi, knyazlar arasında birlik yox idi. Bütün bunlar ticarətin, iqtisadiyyatın zəif olmasına gəlib çıxaracaqdır. Və bu dövrdə deyir ki, Almaniya Hollandiyadan, İtaliyadan, İngiltərədən geri qaldı. Eyni zamanda Papa bu dövrdə hansı ki, burada çoxlu qızıl mədənləri var idi və qızıl mədənlərlə çıxarılan qızılların çox hissəsi satılırdı, pulu halına gəlib kilsəyə və yaxud da ki, imperatora gedirdi. Bir hissəsi kilsə xərclərinə sərf olunurdu, yəni Papa kilsəsinə gedirdi. Bir hissəsi türklərə qarşı müharibələrdə istifadə olunurdu. Daha sonra qeyd etdik bunların hamısının səbəbləri. Bunların səbəbləri ayrı-ayrılıqda bunlar tam əzbərləməsək belə mahiyyət olaraq dərk etməliyik ki, siyasi səbəb nə idi, iqtisadi nə idi, sosial nə idi və dini səbəblər nə idi. Daha sonra başlayaraq Martin Luther'dən 1517-ci ildə hərəkət başladı. Bu hərəkət Martin Luther Wittenberg sarayı qarşısına 95 tezisini asır. Ümumiyyətlə, bu tezisdə Papaya qarşı idi. Papanın etdiyi beləlikdə əhaliyə qarşı soyğunçuluqları, əhalinin məsələn cənnət qabzı alverini pisləyirdi. Daha sonra həddindən artıq vergi alınmasını pisləyirdi. Papanın ölkələrdə olan kilsələrinin fəaliyyətini qadağan etmək istəyirdi. Və bütün bunlar hamısının ümumi əzbərləməyə ehtiyac yoxdur. Amma kilsəyə qarşı idi, yəni Papaya qarşı idi bu hərəkət. Deyək ki, bu hərəkatın tez yayılmasının səbəblərindən biri, deməli, Almaniyada 1945-ci ildə kitab çapı başlanır və Martin Luther də bu 95 tezisi Alman dilinə tərcümə etdirmişdi. Alman dilində bu kitabları nəşr edərək əhaliyə payladı və əhali arasında qısa müddətdə bunun fikirləri rəğbət qazandı. Deməli, deyək ki, bunun fikirləri sadə xalq bunun fikirlərini dəstəkçidir. Çünki sadə xalq kilsənin vergilərindən azad olmaq istəyirdi. Onun üçün kilsə vergiləri həddindən artıq çox idi. Knyazlar Lutherin fikirlərini dəstəkləyərlər. Çünki knyazlar kilsə torpaqlarına, kilsələrin hüquqlarına sahib olmaq istəyirdilər. Daha sonra deyir ki, həmin knyazlar daha sonra həmin o ərazilərdə, məsələn, tutaq ki, Bakıda, məsələn, deyək ki, hansısa bir, məsələn, Almaniyanın hansısa bir vilayətində, məsələn, Münhen knyazı, Münhendə olan kilsəni ələ keçirir, Münhen knyazı, Münhendə olan kilsəni ələ keçirir və həmin kilsə adı Luteran kilsəsi. Yəni, Papaya artıq o kilsənin beləlikdə, Papanın oradakı nümayəndəsi qovurlar. Və beləlikdə Almaniyada reformasiya qısa müddətdə geniş formada yayılırdı və deyir ki, Martin Luther mütəffiqlərindən kim vardı? Knyazlar vardı və sadə xalq vardı. Əslində burada mahiyyət nə idi? Burada mən deyərdim ki, Lutherin fikri bəzi düzdür. Papadan fərqli olaraq müəyyən müsbət mənada əhalinin xeyrinə qərarlar qəbul edərdi. Məsələn, bu cənnət qabzı alverini dayandırardı, bəzi bahalı mərasimlərin keçirilməsini dayandırardı. Amma mahiyyət olaraq dəyişmirdi. Papa gedirdi, onun yerinə knyazlar gəlib oturacaqdı həmin kilsələrdə. Yenə knyazlar da əhaldən vergi alacaqdı. Yəni, bu ümumi mahiyyət olaraq məsələ dəyişməyəcəkdir. Deyək ki, Luteri müdafiə edən knyazlardan ən böyük Saksoniya knyazı idi. Hətta Worms qurultayı keçilir. Bu qurultayın ili yoxdur. Qurultay kimi yanımıza saxlayırıq. Xronologiya kimi bizə düşə bilməz. Xronologiya olaraq düşməyəcək. Qurultayın adını yadımıza saxlayacaq. Worms qurultayında Luterin bu fikri yayılandan sonra Papa onu çağırır. İtaliya getmir və çünki Luther bilir ki, onu orada öldürəcəkdir. Worms qurultayında
müqəddəs Roma imperatoru olan 5-ci Karl Papanı müdafiə edirdi və Worms qurultayına qərar alınır ki, Luther öldürülməlidir, tonqalda yandırılmalıdır. Amma deyər ki, Lutheri Saksoniya knyazı müdafiə edir və Lutherin öldürülməsinin qarşısını alacaq. Daha sonra deyək ki, 5-ci Karl müqəddəs Roma imperatoru olaraq fərman verir və bu fərman reformasiya hərəkatının dayandırılmasına qarşıdır. Çünki bu Roma imperatorunun Papa ilə müttəfiq edir. Müqəddəs Roma imperatoru Papa ilə müttəfiq edir. Lakin deyək ki, bu dövrdə Lutherin tərəfdarları bu etirazları protest etdi və bununla da protestant məzhəbi yaranmış oldu. Protestant məzhəbi və yaxud da təriqət deyək ki, 1521-ci ildə yaranmışdı. Augsburg sazişi imzalayırlar ən sonunda 1555-ci ildə imperator və protestant knyazlar arasında imzalanmış sazişidir. Və bununla da deyirik ki, Almaniyada dini müharibələr sona çatır. Almaniyada nəticə olaraq dini müharibələr sona çatır. Almaniyada diqqətli olasınız. Augsburg sazişini yazanda yazılır ki, Avropada dini müharibələr sona çatır. Bu yanlışdır. Çünki bundan sonra 30 illik müharibə də var. Deyir ki, Augsburg sazişini əsasən Almaniyada dini müharibələr sona çatacaq. Katolik kilsəsinin bölünməsi rəsmiləşdiriləcək və protestant etiqadını rəsmən tanıyırlar. Augsburg sazişində mahiyyət olaraq məsələ nə idi? Mən Almaniyanın onu deyək ki, parçalanmış halda Almaniya qalardı. Yəni buna toxunulmurdu. Almaniya parçalanmış halda qalardı. Almaniyanın Varşavada birləşdirilməsi Almaniya və İtaliyanın 19-cu əsrə qədər davam edəcəkdir. 19-cu əsrdə olmuşdur bu proses, onların birləşdirilməsi. Almaniyada deyir ki, hər bir knyaz ya katolik məzhəbini qəbul edir, ya da protestandır. Ya katolik, ya protestantı, knyaz, baxın knyaz. Amma mən əgər sadə vətəndaşımsa, mən yaşayıram knyazın, hansı bir knyazın mülkündə, o knyaz protestantlığı qəbul etsə, mən də onu ya qəbul etməliyəm, ya da oradan köçüb getməliyəm başqa katolik məzhəbini qəbul edən knyazın mülkünə. Yəni, bu nə mənaya gəlir? Knyazlara seçim hüququ verilirdi, vətəndaşlara, sadə xalqa seçim hüququ verilmirdi. Daha sonra burada nə məsələ var? Deyək ki, Almaniyada reformasiya hərəkatının uğurla nəticələnməsinin səbəbi nədir? Çünki artıq uğurla nəticələndi ki, protestant dini ayrıldı. Protestantlar ayrıldı bunların tərkibindən, katoliklərin tərkibindən. Siyasi səbəb o idi ki, knyazlar bu hərəkatı müdafiə etdilər. Yəni, knyazlar müdafiə edirlər. Bu necə idi? Müqəddəs Roma imperatoru vardı və bir də Almaniyada knyazlar vardı. O müqəddəs Roma imperatoru müəyyən mülkü idarə edirdi. Knyazlar isə tam müstəqil idilər. Onlar tabe deyildilər o imperatora, onun üçün. Və bu knyazlar müdafiə etdi deyə Luther. Bu, deyək ki, uğurla nəticələndi. Və həmçinin 1445-ci ildə kitab çapı yaranırdı Almaniyada. Bu kitab çapı sayəsində Lutherin fikirlərini kitab halına salırdılar, Alman dilində nəşr edirlər və əhaliyə paylayırlar. Əhali də bu fikirləri qəbul edir. Çünki əhali Papanın o həddindən artıq əhalidən vergi almasından, cənnət qəbzi alverilən indulgensiyasından bezmişdi. Almaniyada kəndli müharibəsi 1524-25-ci illərdə olacaqdır. Thomas Münsterlə başlayıb edəcəkdir. Lutherdən fərqli olaraq Thomas Münster silahlı mübarizə yoluna almışdı. Və silahlı mübarizə kimə qarşı yönəlirdi? Feodallara qarşı yönəlmişdi. Əsasən bunlar burjuaziya cəmiyyətinin lehinə addımlar atırdı və burjuaziya cəmiyyətini inkişaf etdirmək istəyir. Burjuaziya nədir? Hansı ki, muzlu əməyə əsaslanan, təsərrüfata sahib olan hakim siniflərdir. Yəni, bunlar kəndin içindən çıxmış varlar idi ki, bunlar muzlu əmək istifadə etməkdən iqtisadiyyat təsərrüfatı gücləndirmək istəyən təbəqə olacaqdır burjuaziya. Deyir ki, bunlar əsasən kapitalist istehsal üsulunu inkişaf etdirmək istəyən bir cəmiyyətdir. Amma kəndli üsyanın Almaniyada 1524-25-ci ildə məğlub oldu. Məğlub olmasının səbəbləri var. Deyir ki, dağınıq fəaliyyət göstərdilər, üsyan edirdilər. Daha sonra hər bir şey bilmirdilər və daha sonra Almaniya bura muzlu qoşun göndərilməsi və kəndli üsyanın məğlub olmasına gəlib çıxardı. Kəndli üsyanı məğlub oldu. Deyək ki, feodal qaydalar daha da sərtləşdirildi, azad olan kəndlər təhkimli halına salınacaqdır və Almaniyada dağınıqlıq uzun müddət davam etdi. Nəticələri mütləq yadımıza saxlayaq. Kəndli müharibəsinin nəticələri deyək ki, feodal qaydalar daha da sərtləşir. Daha sonra Almaniyada dağınıqlıq uzun müddət davam edəcəkdir və Almaniyada azad olan kəndlilər təhkimli halına salınacaq. Deyək ki, İngiltərədə reformasiyaya baxsaq, deyək ki, İngiltərədə reformasiya Papa və kral arasında münaqişə baş verdi reformasiya uğrunda. Papa təbii ki, reformasiyanın olmasını istəməyəcəkdir İngiltərədə. Çünki İngilis kilsəsinin birbaşa Papaya tabi olmasını istəyəcəkdir. Amma
İngiltərə kralı parlamentində burada gücündən istifadə edərək parlamentdə öz tərəfinə çəkərək, parlamentdən bir yerdə özü İngiltərə kralı İngiltərədə reformasiya rəhbərlik etdi və burada Anglikan kilsəsini yaratmışdı 16-cı əsrin birinci yarısında. Və deyir ki, burada hətta Papanın monastır mülkləri vardı. İngiltərə kralı bu monastır mülklərini ucuz qiymətə zadəganlara satırdı, həmin zadəganları da öz tərəfinə çəkdi. Və beləliklə İngiltərə kralının burada gücü möhkəmlənəcəkdir. Papanın İngiltərəyə müdaxiləsinin qarşısını aldı. Və deyir ki, İngiltərədə Papa reformasiya hərəkatını boğa bilmədi. Daha sonra Fransada reformasiya Calvin başçılıq edəcəkdir. Bunlar deyək ki, 16-cı əsrin sonunda nəyə yadımıza saxlayırıq əsas olaraq? Bunlar deyirdi ki, bu Calvin protestantların bir qoluydu Calvinizmdə. Yəni protestantların bir hissəsi demək olar ki, o düşüncədən, o ideologiyadan çıxış edirlər. Bunlar deyir ki, bahalı geyimlərə, daha sonra nə bilim dini mərasimlərə, bunlara pis baxırlar, bunların olmasını istəmirlər. Deyir ki, bunlar lazım deyil. Və deyək ki, 16-cı əsrin sonunda Fransada etiqad azadlığı haqqında fərman verilir və bununla da Calvinizm rəsmiləşdirilir. Daha sonra Papa görürdü ki, artıq Avropada reformasiya hərəkatı gedir, yəni dini reformasiya edilir, dində olan hansı ki, lazımsız məsələlər çıxardılar. Papa da əks reformasiya hərəkatına rəhbərlik edir. O reformasiyanın hansı ki, Luther başladı, o 1400 kitab çapını, bunun kitabxanada çap etdirib əhaliyə paylanmağa, həmin kitabları tonqalda yandırırdı. İsa cəmiyyətinin Yezidlər ordeni yaratmışdı. Papa missionerlik fəaliyyətini genişləndirəcəkdir bu dövrdə ki, reformasiya hərəkatını boğmaq üçün. Daha sonra hətta 1572-ci ildə Parisdə əvvəlki vardı, indi hal-hazırda yoxdur, Varolflame gecəsini təşkil edir. Burada protestantların kütləvi şəkildə protestantları öldürəcəkdir. Eyni zamanda deyək ki, əks reformasiyanın, yəni Papanın reformasiya hərəkatını boğduğu iki ölkənin adını çəkək biz. Bir İtaliya, bir də İspaniyada reformasiya hərəkatı boğulmuş olacaqdır. Reformasiya hərəkatının qalib gəldiyi ərazilər isə Almaniya olacaqdır. Luther knyazları arxasında qalib gəldi. İngiltərə kralı Papa burada qalib gəldi, öz reformasiya hərəkatı keçirdi. Bir də Fransa olacaqdır. Daha sonra deyək ki, reformasiyanın ümumi nəticələri nə oldu? Sosial-iqtisadi nəticəsi olaraq deyək ki, kapitalizmin inkişaf etməsi üçün kapitalizmin inkişafının təməli qoyuldu. Kapitalizm nədir? Hansı ki, bir cəmiyyətdə xüsusi mülkiyyəti olan və muzlu əməkdən istifadə edən bir sistemdir, kapitalizm sistemi. Yəni biz indi hal-hazırda bu sistemdən istifadə edirik. Məsələn, muzlu biz hansısa bir işdə çalışırıq və o işdən çalışdığımız üçün maaş alırıq və eyni zamanda özümüzün xüsusi mülkiyyətimiz ola bilərdi. Amma əvvəlki dövrdə bunlar belə deyildi. Xüsusən feodalizm dövründə. Və deyir ki, reformasiyanın nəticələri, sosial-iqtisadi nəticəsi olaraq ümumiyyətlə deyir ki, kapitalizm yaranmağa başladı, onun təməli qoyulur və təhsil, elm sahəsi inkişaf edəcəkdir. Çünki əvvəl təhsil və elm sahəsi dinin tərkibində idi, indi isə dinin tərkibindən çıxdı və inkişaf etməyə başladı. Biz deyək ki, dinin nəticələri olaraq Katolik kilsəsinin parçalanması başladı, Katolik kilsəsi parçalandı, onun tərkibində protestantlar çıxırdı və Papanın nüfuzu aşağı düşəcəkdir. Siyasi nəticəsi olaraq deyək ki, siyasi parçalanma Almaniyada xüsusilə daha da güclənəcəkdir. Çünki Almaniya uzun müddət parçalanma qalacaqdır Almaniyada. Amma Almaniyada siyasi parçalanma davam etsə də milli şuur Almanlarda inkişaf edəcəkdir. Və eyni zamanda dövlət və din bir-birindən ayrılacaqdır. Dövlət və dinin bir-birindən ayrılması knyazlıqlarda elmi təhsilin inkişafına müsbət təsir göstərəcəkdir. 30 illik müharibə olacaqdı Avropada. Bu Avropada dini müharibələrin sonuncusuydu. Biz Augsburg sazişi ilə danışanda demişdik ki, Augsburg sazişinin bir dənə xüsusiyyəti var ki, deyir ki, Almaniyada dini müharibələr sona çatırdı, amma Avropada sona çatmırdı. 30 illik müharibə 1618-48-ci illəri əhatə edir. Katolik və protestant knyazlar arasında başladı. Bu müharibə müqəddəs Roma imperiyasının arasında, yəni faktiki olaraq Almaniyada başlamışdı. Amma Almaniyadan başqa bütün, İngiltərədən başqa bütün Avropa dövlətlərdə bu dini müharibə olacaqdır. Deyək ki, İngiltərə istisna, Avropa dövlətlərinin çoxluğunda bu müharibə olacaqdır və bu müharibələr dini müharibələr adlanırdı. Daha sonra deyək ki, bu müharibə Vestfaliya sülhü ilə 1648-də başa saracaqdır. Bu müharibə deyək ki, Almaniyanın parçalanması daha da sürətləndi. Almaniyada azlıq, qıtlıq çoxaldı və Alman knyazlıqları feodalizmi daha da, o feodal qaydaları daha da sərtləşdirdilər. Daha sonra deyək ki, üstünlük Avropada İspaniyadan Fransanın əlinə keçəcəkdir və Avropada dini müharibələrin sonuncusu olacaqdır bu.
və bu Vestfaliya sülhünün ilk Avropada çağırılan böyük sülh konfransı idi. Bu konfransda suveren dövlətlərin bərabərlik prinsipini elan edirlər. Bu nə deməkdir? Yəni deyirlər ki, hər bir dövlət suverendir və hər bir dövlət bərabərdir. Heç bir dövlətin digər dövlətin daxili işinə qarışmağa hüququ yoxdur. Bu da suveren dövlətlər bərabərlik prinsipindən çıxış edirlər. Və deyər ki, Avropada dini müharibələr bundan başa çatdı. Papanın iştirakı olmadan imzalanırdı bu və bu bir ilk idi. Əvvəlki bütün konfranslar və yaxud da ki, sülhlər Avropa Papanın imzası da oldu. Amma artıq Vestfaliya sülhündə yəni Papanın imzasına ehtiyac duyulmadı və bu da Avropa ölkələrinin dünyəviliyin artmasına gətirib çıxardı. Artıq din dünyəvilikdən dövlət idarə etməsindən ayrıldı. Papanın Avropada nüfuzu ciddi şəkildə sarsılmış olacaq.